Dostlar, bugünkü dərsimiz olacaq şərti işarələr. Biz bilirik ki, kartoqrafik təsvirlərdən biri də plandır. Plana alma zamanı əsas vacib şərtlər var ki, o planın başlığı olmalıdır, şərti işarələri olmalıdır, istiqaməti olmalıdır və miqyası olmalıdır. Öncəki dərsimizdə də qeyd etmişdik ki, planda müəyyən bir miqyas mövcuddur. Orada şimal-cənub oxuna nəzərən istiqamət təyin olunurdu. Yəni oxa görə yuxarı hissədəkilər şimal, aşağıdakılar isə cənub istiqamətləri bildirirdi və planın hər hansısa bir başlığı olmalıdır. Bir də qeyd eləyirdik ki, planda miqyas 1 bölünsün 10.000-dən, yəni baxın, miqyas kəmiyyəti kiçik olmalıdır, amma miqyasın özü isə böyük olacaqdır. Yəni böyük miqyasda tərtib olunmuş olacaqdır. İndi onu qeyd edeyim ki, bir də planların içərisində topoqrafik plan anlayışı var ki, bunlar çox böyük təsərrüfat əhəmiyyətinə malik olan planlar hesab olunur ki, yəni təsərrüfat əhəmiyyəti ən böyük olan planlardan biri topoqrafik plandır. Topoqrafik plan. Məsələn, topoqrafik planın miqyası 1 bölünsün 2000 və ondan böyük olacaqdır. Onlarda məsələn mühəndis qurğularının, texniki layihələrin hazırlanması və tikintidə istifadə edilməsində məsələn ən çox işə yarayan topoqrafik planlardır. Həmçinin faydalı qazıntıların çıxarılması, şəhər təsərrüfatı işlərinin görülməsi zamanı topoqrafik planlar çox əhəmiyyətlidirlər. Və kiçik ərazilərin təsviri olduqlarına görə mükəmməl təsvir, dəqiq təsvir hesab olunacaqlar. Topoqrafik planı mütləq yadımızda saxlayırıq, çünki bununla bağlı testlərdə suallar tez-tez görəcəyik. İndi gələk planın üzərində dedik ki, əsas nələrə fikir verməyik lazım idi? İşarəyə, bunu dedik ki, bundan istiqaməti təyin eləyəcəyik. Miqyas, başlıq, bir də nə vardı? Şərti işarələri. Planın şərti işarələrini biz 3 yerə bölmüş olacağıq. 1 konturlu, 2 miqyassız və 3 xətti. Konturlu şərti işarələr yadımızda saxlayırıq ki, onların müəyyən sahəsi olmalıdır. Ona görə onlara başqa cür sahəvi də deyilir. Sahəvi. Bəli. Konturlu şərti işarələrdə obyektin həm enini, həm də uzunluğunu təyin etmək mümkündür. Çünki sahə var axı. Sahə varsa en var, uzun vardır. Ona görə biz bunlara konturlu şərti işarələr demiş olacağıq. Konturlu şərti işarələrə nələr daxildir? Məsələn, şəhərdir, kənddir, meşəlikdir, meyvə bağıdır. Meşəliyin müxtəlif növləri, məsələn, qırılmış meşə, seyrək meşə, iynə yarpaqlı meşə, enli yarpaqlı meşə və yaxud da çəmənlik, kolluq, bütün bir sahə varsa da onda o konturludur, sahəvidir ya da bunlara miqyaslı deyəcək. Miqyaslı şərti işarələr deyəcək. Bunların haqqında ayrı-ayrılıqda bir-bir məlumat verəcəm. Keçək indi miqyassıza. Miqyassız isə obyektdə tək olur, bir dənə olur. Məsələn, tək ağac, tək kol, ya bir dənə tək abidə, telegüllə, avtomobil dayanacağı, eləcə dayanacaq, dəmir yol stansiyası. Baxın, stansiyanın özü miqyassızdır, amma dəmir yol xətti desəydim, xətt olardı. Bir də miqyassıza ən böyük düşənlərdən biri körpüdür. Körpü də miqyassız təsvir hesab olunmuş olacaqdır. Keçək indi xəttiyə. Xəttlər isə obyektdə uzunluq, zolaq formasında olurlar. Belə təsvir ediləcəklər. Deməli, şərti işarələri 3 yerə böldük, konturlu, miqyassız və xətti. İndi gələk onlara bir-bir baxaq və onları deyək. Şərti işarələr. Bu bizim əsas şərti işarələrimiz. Məsələn, şəhər verilib. Şəhərin tutduğu bir nə var? Ərazi var, sahə var. Deməli, bu necə olacaqdır? Konturlu şərti işarə olmuş olacaqdır. Burada deyir abadlaşdırılmış qurunt yolu. Qurunt yolunun işarəsi baxın bu hissədə verilibdir. Görürsünüz qurunt yolu. Qurunt yoludur. Kənarında da belə ağaclar vardır. Bu olacaq nə? Yol. Yoldursa da xətt formasındadır. Xətti şərti işarə olacaqdır. Qarışıq meşə. Görürsünüz burada həm iynə yarpaqlı ağac var, həm enli yarpaqlı. İkisi bir aradadırsa da deməli bu nədir? Qarışıq meşə hesab olunacaqdır.
Üçüncüsü kənd. Kəndin də tutduğu bir sahə var. Təbii ki, konturlu şərti işarə olacaqdır. Körpü, burada taxta körpü verilibdir. Körpü miqyassızdır. Taxta körpüdən metal körpünün fərqini bir dənə burada deyək. Baxın, bu körpünün işarəsi. Görürsünüz bunu? Körpü. Belə bu formatdadırsa da elə taxta körpüdür. Amma içərisindən belə zigzag formasında işarə gedirsə də o zaman metal körpü olar. Amma metal körpü də olsa, taxta körpü də olsa, nə körpüsü olursa olsun, bu necə olacaqdır? Miqyassız şərt işarə olmuş olacaq. Gəlir kolluq və çəmənlik. Baxın, burada görürsünüz bir nöqtə, sonra kənarında da 3 nöqtə verilibdir. Yumru, 3 dənə də nöqtə. Bunlar nədirlər? Kolluqlardılar. Bəli, kolluq cəm halında deyirsə, deməli, bu nədir? Yenə konturlu şərti işarədir, miqyaslıdır. Burada görürsünüz 2 dənə belə paralel xətlər var. Bunlar nə olacaqdılar? Çəmənlik olacaqdır. Çəmənlikdir. Yenə bir tutduğu sahə var. Deməli, onda bu da konturlu şərti işarələr sisteminə daxildir. Məktəb ərazidə təkdir. Tək olduğuna görə o necə olacaqdır? Miqyassız olacaqdır. Baxın, burada çöl ərazisində yollar. Yolda xəttidir. Elektrik xətləri. Görürsünüz ki, yuxarıda elektrik xətləri vardı. Onlar da burada xət formasında göstərilibdir. Deməli, bu da xətti şərti işarələyə daxildir. Qumluq, nöqtə, nöqtə, nöqtə və onların tutduğu bir sahə var. Deməli, bu nə olacaqdır? Yenə konturlu olacaq. Dəmir yolu. Dəmir yolunun özü o olacaq xətdir. Amma tək stansiyadan söhbət getsə, stansiyanın özü bir dənə olduğuna görə miqyassız hesab olunur. Burada görürsünüz bulaqdır bu. Digəri isə yel dəyirmanıdır. Bunların hər ikisi miqyassız şərti işarə hesab olunacaqdır. İynəyarpaqlı meşə. İynəyarpaqlı meşənin özü, meşənin tutduğu bir sahə var deyə konturlu şərti işarələr sisteminə daxildir. Amma onların arasından görürsünüz bir cığır gedir. Bu isə xətti şərti işarə hesab olunacaqdır. Baxın, görürsünüz burada isə görürsünüz körpünün içərisindən zigzag gedir. Deməli, bu nədir? Metal körpüdür. Metal körpü nə olacaqdır? Miqyassız şərt işarə ilə daxil olacaq. Göl. Gölün tutduğu bir sahə var. Deməli, bu sahəvidir, konturludur. Kənarında isə bataqlaşmış ərazi var. Yenə bataqlaşmış ərazi var. Deməli, o da nə olacaq? Sahəvi, yəni konturlu olmuş olacaq. Baxın, burada tək bir ağacdan söhbət gedir. Bircə dənə ağacdırsa da orada deməli, nə olacaqdır? Təbii ki, miqyassız olacaqdır. Şose yolu. Şose yolunun bir dənə işarəsinə fikir verək. Bu, yol dediyinə görə xəttidir. Uçurum. Uçurum gördüyünüz kimi, baxın, horizontallar təsvir edilmişdir. Horizontalların içərisindən bir çat gedir. Yəni, bir xət formasında həmin ərazi çatlamışdır. Sonra üzümlük. Üzümlüyün görürsünüz ki, tutduğu bir sahə vardır. Deməli, konturlu şərti işarələr sisteminə daxildir. Dollar işarəsinə bənzəyir bunun da işarəsi. Sonra yarğan. Yarğan bilirsiniz ki, ən çox bu hansı ərazilərdə olur? Addendasyon ərazilərdə olacaq. Yarğanlar, qobular və bedləndlər. Daha sonra konturlu şərti işarə olan kolluq. Kolluqda görürsünüz ki, baxın, yenə bir balaca yumru, onun da kənarında 3 dənə yumru olacaq. Bu da konturlu şərti işarələrdən hesab olunacaq kolluq. Seyrək meşə. Baxın, bu işarədir. Belə bu şəkildə yazılır. Bunu ayrıca vurğulayın buradan. Baxın, belə olacaq. Baxın, bunlar nədirlər? Seyrək meşədilər. Yenə tutduğu bir sahə var deyə nə olacaqdır? Təbii ki, konturlu. Meyvə bağı yumrudur. Baxın, yumrular belə. Bunlar nə olacaqlar? Meyvə bağı olmuş olacaq. Burada kənarda vurğulamaq istəyirəm ki, baxın, qurunt işarələr deyir. Qurunt işarələr. Bir planda qurunt işarələrə nə daxildir? Bunlara qumluq, şoranlıq və bataqlıq daxildir. Qurunt işarələri seç deyəndə bu üçünü seçmək lazımdır. İndi keçək digər şəklin üzərinə, ona baxaq. Baxaq. Zavod. Zavod bir dənədir, təkdir. Deməli, nədir? Miqyassızdır. Cığır dedik xəttidir. Amma su quyusu bir dənə olduğuna görə nə olacaqdır?
miqyassız olmuş olacaqdır. İşarəsinə baxaq su quyusunun. Sonra görürsünüz burada enli yarpaqlı meşədən söhbət gedir. Meşədirsə də artıq nədir? Konturludur. Bu birisi də yenə qırılmış meşədir. Böyük çapla yazılmış L hərfinə bənzəyir. Qırılmış meşə konturludur. Elektrik stansiyası. Stansiya birdə nədir deyə? Deməli o miqyassızdır. Baxın burada çay gedir və onun axın istiqaməti var. Çay özü xəttidir. Baxın bu işarə isə izah edici işarə hesab olunacaqdır. Yəni çay təqribən şərq istiqamətinə, cənub-şərq istiqamətinə doğru axır. Tək bir dənə kol. Deməli miqyassız şərti işarədir. Karxana. Bu karxana gördüyünüz kimi bir ərazidən çıxarılır, daş çıxarılan yerdir. Karxana nədir? Daş çıxarılan yer. Konturlu olmuş olacaq. Sonra gəlirik beton bənd. Beton bənd görürsünüz körpüyə bənzəyir. Amma onun bir tərəfindən belə xəttlər gedəcək. Bu beton bənddir. Yəni bu da miqyassız şərti işarə hesab olunacaqdır. Sonra gəlirəm burada əkinçilik və bostançılıq. Əkinçilik və bostançılığın əkin sahəsi var, bostan sahəsi var. Deməli nədir? Konturlu, yəni miqyaslı şərti işarələrə daxildir. Belə. Bu şərti işarələrimiz planı oxumaq üçün biz nədən istifadə etdik? Şərti işarələrdən istifadə etdik. Bunlara da ən çox nələr daxil oldu? Onları qeyd etdik. Şərti işarələrdən konturluda həm en, həm uzunu təyin etmək mümkündür. Miqyassızda obyektin bir dənə harda olduğunu, mövqeyini, amma xəttidə isə obyektin uzunluğunu təyin etmək mümkündür. Bu da oldu bizim şərti işarələrimiz. Bu qədər dostlar. Sağ olun, gələn dərsdə görüşənə qədər.